gəlin. Manaf bəyi necə öldürəcəyimizi planlaşdırmışıq. Sanki dünyadakı bütün problemlər yalnız mənim başıma gəlir. İş yerinizdə gecə qalmaq üçün yer var. Hə, əlbəttə. Hə, ata. Az qala atanı öldürmüşdün, oğlum. Bu xanımın adı Dilarədir. Salam aleyküm. Hələ də gec deyil. Gəl bugün onu öldürək. Bəlkə Humayunu bağışlayasan? Kim bilir? Ulduzun yerini yalnız sən tuta bilərsən. Sadəcə bacıma oxşadığım üçün məndən evlənmək istəyirsən? Yaxşı görək. İstanbullu qonaq. Əgər birini aldatmaq istəyirsənsə, əvvəlcə o yalanına özün inanmalısan. Onun başını bir güllə ilə partlatmaq lazımdır. Qardaş, pula görə narahat olma. Fərhad, tək ümidim sənə idi. Amma sən də ürəyindəki sözlərin hamısını açıb dedin. Bu oğlan mənə cəlimdən qabaq öldürəcək. Özün mətbəxdə yeməyini ye. Yaxşı, Qoyun o da bizlə oturub yemək yesin. yaxşı, eybi yox. Yalnız bacıma oxşadığıma görə məni sevirsən. Mənə belə sevgi lazım deyil. Mən özümü, yeni sevəri sevməyini istəyirəm. Deməli, içəndə belə sözlər danışmışam. İndi isə mənə qulaq as sevər. Düzdür, mən səhv danışmışam. Amma hər necə olsa da, Ulduz sənin bacındır. Deməli öləndən sonra qiymətli oldu? Mən belə demədim ki. Sən bu mənada dedin. Sevər, hara gedirsən? Dayan. Mən elə demək istəmirdim. Hey! Mənə bax, yaramaz. Nə olub ey ata? Danış görüm nə fikirləşmisən, hə? Nə? Hər şey yaxşıdır ata? Cavab ver, tez Ata! ol! Ata! Mən nə vaxt rahat gəzə biləcəm, hə? Rahatlıq vermirsən mənə. Ata, nə olub ey? Səni başa düşmürəm. Sən nə edirsən axı? Məni məhv elədin. Açıq danış görüm də, nə olub? Tapança sənin nəyinə lazımdır axı? Deməli, məsələ bundadır ata. Sən mənim tapancamı əlimdən almışdın. Ona görə başqasını sifariş verdim. Kişi, silahsız gəzməz ata. 3 gündən sonra bilet sifariş vermisən, niyə? Kim? Məni kim izləyir axı? Mən səni xəbərdar eləməyimə baxmayaraq, yenə də öz bildiyini eləyirsən. Hə ata. Səbəbi odur ki, səndə cürət yoxdur. Məndə isə var. Ata, məndən incimə də. Bu həqiqətdir. Manaf yaşı keçmiş bir qocadır. Mən ondan qorxmuram. Həqiqət acı olur ata. Amma hər nə olsa da həqiqət həqiqətdir. Bundan sonra mənim yolumu kəsmə. Sadəcə otur, sakitcə gözlə. Mənim Manaf bəyi hansı vəziyyətə saldığıma tamaşa elə. Sənin məqsədin onu öldürməkdir. Bilet sifariş elədiyini nəzərə alsaq, işini görəndən sonra Özbəkistandan getmək istəyirsən. Hə, Ömrün boyu qaçqın kimi didərgin olmaq istəyirsən? daha mənim üçün fərqi yoxdur ata. Manaf ölməlidir. Yaxşı ata, məndən incimə.
Əbrar, salam. Necəsən, Əbrar? Mənə sənin köməyin lazımdır. Sevər dayan. Bəsdir. Biz uşaq deyilik. Niyə arxanca qaçmalıyam? Mən sənə demirəm arxamca qaç, bildin? Yaxşı, oldu. Harda qalmaq istəyirsən? Bunun sənə dəxli yoxdur. Bacına oxşayırsan deməyim xətrinə dəydi, hə? Yox. Sən bunu başqa cür dedin. Dedim bacına oxşadığına görə səndən evlənirəm. Mənə bu söz bəs elədi. İçkinin təsirindən elə demişəm. İçkili adam həqiqəti deyir. Yaxşı ki, bunu vaxtında bildim. Xətrimə dəyən odur ki, mənə yazığın gəldiyi üçün evlənirsən. Bu hardan ağlına gəldi? Xahiş edirəm, gəl evə gedək. Evdə rahat danışarıq. Mən sənin evinə qayıtmayacağam. Başa düşdün? Sənə nə olub, Əbrar? Yaman xəyala dalmısan. Yox, heç nə olmayıb. Bu Dursun xan da ölümündən əvvəl nəsə fikirləşib öz-özünə danışırdı. Nədir, qorxursan? Qorx, Əbrar, qorx. Məni bir şey çox düşündürür. Sabah İmran bəy böyüyüb, ata, anam necə öldü soruşsa, ona nə cavab verəcəm? Tarixdə bizim başımıza gələn hadisələr həddindən artıq çox olub. Onda hökmdarlar hər iki xəyanətkarın cəzasını verirmişlər. Bilirsən, Əbrar, mən niyə hələ də səni öldürməmişəm? Sənin hər iki əlin bağlıdır. Mənim bütün cinayətlərimdə sənin də əlin var. Ona görə də mən nə səni sata bilirəm, nə də zərər verə bilirəm. Bax, belə-belə işlər. İndi isə dur get şirkətə baş çək. Gör nə var, nə yox. Yaxşı, ustad. Cəld ol. Ey, Sevər. Sən lap əvvəldən Ulduzu sevdiyimi bilirdin. Niyə bu vaxta qədər evdən çıxıb getmədin, hə? İndi bu sözlərim sənə təsir eləyir, hə? Düzdür, bu həqiqətdir. Mən Ulduzu sevirəm. Mən niyə arvadımı sevməyim ki? O mənə xəyanət eləyənə qədər onu çox sevirdim. Sənsə bunu çox yaxşı bilirdin. Buna baxmayaraq məni qoyub getmədin. Nəyə görə? Sevər, sən necə insansan? Keçmişimi bilə-bilə
Məni keçmişimlə ittiham eləyirsən. Səni anlamıram. Mən elə bilirdim sən hər şeyi unutmusan. Xatirələr bir müddətli yaddan çıxa bilər. Amma tamamilə unudula bilməz. Salam əleyküm. Aleykümselam. Hər şey yaxşıdır? Heç bilmirəm necə deyim. Çəkinməyin, sözünüzü deyin. Şöbə müdiri Yoldaşov Ha, Yoldaşov sizə nəsə dedi? mənə təcavüz eləmək istədi. Deyəsən kimsə ona mənim kimsəsiz olduğumu deyib. Bəlkə sizlə eyni otaqda qalan kimsə deyib. Kiməsə bu haqda demişdiniz? Hə, özümə yaxın bilib dedim. Yoldaşov indi içərdədir. Bilmirəm. Gedək. Uşaqları kimin yanında qoydun? Bəsdir özünü qayğıkeş göstərdin. Əgər onlar səni maraqlandırsaydı, onları atıb getməzdin. Fərhad bəsdir. Belə söhbətlər lazım deyil. Kim bilir? Bəlkə lazımdır. Arxamca gəl. Gəl. Alınmadı. Nə alınmadı? Sadəcə nəfəs almaq üçün təmiz havaya çıxmışdım. O qədər də inandırıcı olmadı. Arxanca gəlməyimi gözlədin, hə? Yox, gözləmədim. Yaxşı görək. Hiss elədim axı. Yox dedim, elə eləmədim. Mən indi neyniyəcəm? İşləməyə davam eləyəcəksiniz. Bəs Yoldaşov necə? O artıq burada işləmir. Mən belə olacağını fikirləşməmişdim. Mənim də sizə oxşar bir bacım var. Mən aciz qızlara qarşı olan bu hərəkətlərə sakit baxa bilmirəm. Çox sağ olun. Gedin. Bugünkü hadisədən sonra heç kim sizə artıq söz deməyəcək. Çox sağ olun. Alo. Şöhrət bəy, indi gəlirəm, yaxşı. Oldu.
Belə baxmağından başa düşdüm ki, bu cür paltar geyinmək istəyirsən, hə? Yox, əksinə. Əksinə, başa düşmədim. Gel gedək, burada dayanmayaq. Nəsə qəribə oluram. Yaxşı. Toyumda eyni ilə belə gəlinlik geyinmişdim. Deməli geyinmisən. Mən də fikirləşirdim ki, belə bir paltar geyinməyi xəyal eləyirsən. Bu gəlinliyi geyinəndə arzularım çox idi. Mənə elə gəlirdi ki, məndən xoşbəxt qadın yoxdur. Təəssüf ki, hər şey fikirləşdiyim kimi olmadı. Bu gəlinliyi geyinməklə əzablı həyatım başlandı. Ömrümdə heç bir məna qalmamışdı. Yaxşı, unut. Hər dəfə keçmişi yada salmaq lazım deyil. Gəl gedək. Düzdür. Oy, xala, Uzan qızım. yox, saat neçədir? Saat 12'dir. Nə tez? Yəqin 2-3 gün yatmamısan, hə? Otağınızın yanında bir neçə kişi keşik çəksə, sizin də gözünüzə yuxu getməz. Onlar kimdir? Kimi deyirsən? Cəfəri başa düşdüm. Yanındakı adamlardan şikayət eləyə bilərdin axı. Yox, olmaz xala. Bütün ipucular Cəfəri aparacaqdı. Həm də o kişilər məni həmin evdən qaçırtdılar. Niyə belə elədilər? Bilmirəm. Yəqin əlbir olmaqdan qorxdular. Başa düşdüm. Yaxşı, onda qalx. Bir yerdə yemək yeyək. Yaxşı. Gəl. Yoldaş mayor. Hələ ki, heç bir şübhəli hərəkət eləməyib. Yaxşı, hər ehtimala qarşı ehtiyatlı ol. Lənətə gəlsin. Ürəyim az qaldı yerindən çıxsın. Hər şey yaxşıdır, nə olub? Heç nə. Sadəcə Manaf bəy pəncərədən məni izləyir. Bayaq qonaq otağında divanda yatmışdı. Heç bilmirəm nə vaxt yuxudan durdu. O çox hiləgərdir. Doğrudan sənə qarşı kobudluq eləmir ki? Hələ ki yox, yoldaş mayor. Mənim Nazımla oynayır. Yaxşı, ehtiyatlı ol. Onu gözdən qoyma. Yaxşı. Səni itələyərəm, ha? Bəsdir görüm. Vay, suya girdim. Gəl artıq söz-söhbəti unudaq, yaxşı davakar qız. Salam əleyküm. Salam ana, necəsən? Ana? Anan olduğum indi yadına düşdü? Ögey onsuz da ögeydi, hə? Ulduzdan sonra gözlədim ki, gəlib mənə təsəlli verərsən. Sən nankor. Bir dəfə də gəlib məndən hal əhval tutmadın.
Burada Sevərin günahı yoxdur. Sən qarışma. Əslində elə sənə görə o yazıq balam ölüb getdi. Əsl kişi olub pul qazansaydın, o yazıq balam evdə balalarına baxıb oturardı. Sən bir işə yaramadın. Utanmazlar. Dərhal. Dərhal da bir-birinizi tapmısınız. Ana, Qızımın ölməyini gözləyirdiniz, hə? Xahiş edirəm. Ağbirçəksiz deyə hər şey deyə bilməzsiniz. Tərbiyə uşaqlıqda verilir. Tərbiyəni ərə gələndən sonra ər vermir. Sən adam deyilsən, Fərhad. Fərhad, gəl gedək. İçəri gedək. Dayan görüm. Hara gedirsən? Mən səninlə danışıram. Xahiş edirəm. Evinizə gedin. Qızıma görə hələ sizdən qisasımı alacağım. Fərhad. Fərhad. İlahi, Fərhad, sənə nə oldu? Fərhad, ayağa qalx. Fərhad. Fərhad. Qalx ayağa, nə olar? Özünə gəl, Fərhad. Mənə nə oldu? Bilmirəm, huşunu itirib yıxılmısan. Təcili yardım çağırım. Yox, lazım deyil. Mən yaxşıyam. Yorğunluğa görə belə oldu. Birdən gözüm qaraldı. Bəlkə də. Mən gedim biraz yatım, yaxşı? Gəl içəri gedək. Yaxşı. Gəl. Necəsən? Cəsur 3 gündən sonra. Ayın 20-si Manafa hücum təşkil eləyəcək. Qısası onu öldürmək istəyir. Ha, Cəsuru fikrindən döndərmək çox çətindir. Hər nə olsa da Cəsur məqsədinə çatmamalıdır. Bunu necə eləyək? Sənin köməyinlə onun qarşısını alacağıq. Mən bu işə qarışmaq istəmirəm. Manafın tez bir zamanda ölməyini istəyirəm.
Ey, xudbin olma. Mən burada oğluma görə narahatam. Amma sən gör nələr deyirsən. İnanın ki, Manafı yox eləməyin başqa yolu yoxdur. Cəsurun seçdiyi yol ən düzgün yoldur. Onda niyə onu özünü öldürmürsən, ha? Bu ki sənin üçün problem deyil. Danış da. Niyə susursan, danış. Yoxsa dilini udmusan, ha? Gördün? Bax, belə olur. Yaxşı, onu bu fikrindən daşındırmağa çalışaram. Fikrindən daşındırmaq mümkün deyil. Bunun başqa bir yolu var. Nə yol? Sənə nə olub belə? Bilmirəm. Başım dəhşət bərk ağrıyır. Onda həkimə get. Ya da istəyirsən bir yerdə gedək. Yox, vacib deyil. Unut. Hər şey yaxşıdır. Mənə açıq rəngli yaşıl çay dəmlə. Fərhad, qulaq as. Mən yaxşıyam, narahat olma. Biraz çay içəcəm, keçib gedəcək. Yaxşı oldu. Yaşıl çay qalmayıb. Mən dükana gedib gəlirəm. Yox, onda çay da lazım deyil. Gələndə sənə dərman da alardım. Salam aleyküm ustad. Məni çağırmısınız? Çağırmışam. Ustad, hər şey yaxşıdır? Şirkətin şöbə müdiri Yoldaşov Bəxtiyarı sən döymüsən? Hə, Niyə? qızlardan birinə təcavüz eləmək istəyib. Axmaq. Hansısa bir qıza görə ən yaxşı kadrımızı itirdik. Ərizəni yazdığından xəbərin var? Hə, var. O kimdir? Hansı qızdır? Bir kimsəsiz yetim qızdır. Axı şirkətdə belə yetim qız yox idi. Hə, onu mən işə götürmüşəm. Hə. Deməli məsələ bundadır. Onda sənə tapşırığım belədir. Qulaqlarını aç, yaxşı eşit. İndi gedib o yetim qızı götürüb Yoldaşovun qoynuna atacaqsan. Baş verən hadisəni yaddan çıxarıb sabah işə qayıtsın. Ustad, axı o qız uşaqdır. Bu məni maraqlandırmır. O qızı aparıb Yoldaşovun könlünü al. Get.
Get dedim. Lənətə gələsən, get dedim. Başını sərçə başı kimi üzərəm. Get dedim. Get. Get dedim. Ha, yaxşı. Yoldaşov gedir geçsin. Bura bax, Əbrar. Sənin bu cəsarətinə heyranam. Hansısa bir qıza görə öz canını qurban verirsən, hə? Hə, bir vaxtlar Gülsümü də qoruyurdun. Bu nə qədər çəkdi? Ancaq bir müddət onu qoruya bildin. İndi görək bu qızı nə vaxta kimi qoruyacaqsan. Rədd ol, get buradan. Gözümə görünmə. Ana, Mən sənə bir də deyirəm. Mənə ana demə. yaxşı, niyə gəlmisən Səltənət xala? Səltənət? Hə, yaxşı. Yaman böyümüsən. Üzündə qorxu hissi belə yoxdur. Ümid eləyirəm Fərhada elə də çox inanmırsan. Ana, niyə bura gəlmisən? Mən nəvələrimin dalınca gəlmişəm. Xam xəyallar qurma, onların atası var. Fərhad qızlarını asanlıqla sənə verməyəcək. Həm də məhkəmədə uşaqları atasına verəcək. Çəkil. Çəkil. Ey, dayan! Gözdə! Alo, Alo, salam aleyküm Arzu xanım. əleykümə salam. Qumru yanınızdadır. Hə, Telefonu ona verə bilərsiniz. Qumru, bu dəqiqə sən istəyirlər. Kimdir? Humayun. Alo, Qumru, Necəsən? Sən içəri get, rahat danış. Qabları özüm yuyaram. alo. düzü elə bilirdim cavab verməyəcəksən. Çox inadkarsan. Görürəm geri çəkilən deyilsən. Hə, sən məni tanıyırsan. Mən heç vaxt təslim olmuram. Hə, niyə zəng eləmsən? Nəsə işin var idi? Hə, işlə bağlı zəng eləmişəm. Eşidirəm. Deyirəm görüşək. Yox, mənim işim var. Belə eləmə, Qumru, xahiş edirəm. Hə, de. Qumru, niyə işin var deyirsən? Xala, bəs nə deyim? Niyə telefonu söndürdün? O sizin sözlərinizi eşitdi.
Qızım, Humayuna yazığın gəlsin. Onun yaşıdlarının uşaqları var. O yazıq hələ də səni gözləyir. Cavab ver. Alo, Niyə telefonu söndürdün? yaxşı, görüşək. Çox sağ ol Qumru. Harda? Sən aşağı düş, mən buradayım. Arzu xanımın evinin yanındayım. Yaxşı, indi gəlirəm. Gözləyirəm. Hardadır? Aşağıda gözləyir. Yaxşı. Sən paltarını dəyiş, sonra da üz gözünə əl gəzdir, get. Bəlkə lazım deyil. Lazımdır. Yaxşı. Tez ol. Hə, bıçağı onun boynuna dirədi. Yaxşı ki, vəziyyət dəyişdi. Özüm də neyniyəcəyimi bilmədim. Düz deyirsiniz, hər şey məhv olardı. Bir dəqiqə. Gözləyin, nəsə səs gəlir. Telefonu söndürürəm, yaxşı? Adətən kişilər qadının otağına girmək istəyəndə qapını döyüb icazə istəyirlər. Razılaşmamızı pozursuz. Nikaha daxil olandan sonra mənə yaxınlaşa bilərsiniz. O vaxta qədər məndən 2 metr uzaqda dayanın. Onda mən bugün mollanı çağıraram. Yalnız rəsmi nikah. Oo, görürəm yaman çox şey istəyirsiniz. Nədir? Buna layiq deyil, hə? Serial Space televiziyasının sifarişi ilə dubləj olunub. Bir şey olmamış tez. Buradan çıxım gedim. Mən bu barədə fikirləşməliyəm. Mənə bu sözün də bəs elədi. Hər şey yaxşıdır? Oy! Oy! Bax belə. Bu ciddi problemə oxşayır. Sabah mütləq həkimə gedəcəm. Sənə lənət olsun Manav. Nə olub, ha? Bir yetim qız var idi. Manav onu aparıb. Manav dayanı. Bayaq zəng eləyib, dedi ki, evə gəlməyəcək. Çəkil! Tez ol, gedək buradan. Əbrar məni öldürmək istəyir. Necə? Burada boynuma bıçaq diriyib. Xahiş edirəm, məni xilas eləyin. Yaxşı, yaxşı. Siz sakit olun. Hey! Deyirəm qız hanı? Nişanlım üçün gəlinlik paltarı axtarıram. Hə, yaxşı. Gəlin paltarlarımıza baxın. O axmaq sizə heç nə eləmədi ki? Siz məni tək qoyub getdiniz. Fərhad, nə oldu? Bu qandır. Axı mən ona heç nə eləməmişəm. Bunu sizə görə yox, mənə görə eləyir.